Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. 5 may 2025-ci il. Şükürlər olsun dəyərli izləyicilər. Dünən meşədə itkin düşən şəhid atası tapılıb. Şəhid atası danışıb, necə itkin düşdüyü barədə məlumat verib. Daşkəsəndə qeydə alınıb hadisə. Demək dəyərli izləyicilər, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün şəhid atası 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmudoğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib evə qayıtmayıb. Bildirilib ki, o son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra Abdullayevdən xəbər almaq mümkün olmayıb. Şəhid atası tapıldıqdan sonra belə bir açıqlama verib, deyib yoluma azdım, səhərə qədər meşədə qaldım. Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atası necə itkin düşməsindən danışıb. Deyib, hava dumanlı idi, yolumu azdım, evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım. Dedim, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Çaşır bilirsiniz də, o biz istifadə edirik yemək üçün. Turşusu da olur, onun yaxşı. Dedim bunu da yığım, sonra gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim. Telefonumda da enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edeyim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim, yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bugün səhər tezdən 5-in yarısı duman çəkiləndən sonra yoluma davam elədim. Burada da Daşkəsən və Göygöl rayon polis şöbəsinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər. Şükürlər olsun ki, dəyərli izləyicilər, şəhid atasının heç bir səhhətində heç bir problem yoxdur. Şükürlər olsun.